Salam hörmətli abituriyentlər, 11-12-ci əsrlər Azərbaycan mədəniyyəti haqqında danışacağıq. Çox uşaqların əziyyət çəkdiyi bu şəxslər haqqında danışacağıq. Amma sadədir. Ümumiyyətlə, nə bizə çətin gəlirsə, biz onu sadələşdirməyi bacarmalıyıq. Məkkəli Bərdəyi görkəmli alim idi. Bu qədər. Bəhmənyar İbn Mərzban İbn Sinanın tələbəsi olmuş və filosof idi. Xətib Təbrizi Suriyada təhsil almış, Bağdaddakı Nizamiye mədrəsəsində 40 il dərs demişdi. Mən həmişə belə deyirəm, uşaqlara yadda saxlasınlar. Xətib dərs deyib, həm qafiyə. Ömər Gəncəyi filosof, şair, dilçi alim idi, Nizamiye mədrəsəsində təhsil almışdı. Nizamiyədə dərs deyib xətib, təhsil alan isə Ömər Gəncəyidir. Fazil Fəriddin Şirvani, bunun adı çox uzundur. Adı kimi özü də uzaqlara baxırdı. Hara baxırdı? Göyə baxırdı, uzaqlara. Astronom idi. Ulduz cədvəli tərtib etmişdi. Qətran Təbrizi, şair, dilçi alim idi. 11-ci əsr tariximiz üçün onun əsərləri dəyərli mənbədir. Eynəli Qüzzət Miyanəçi, filosof idi. 32 yaşında dini baxışlarına görə öldürülüb falan. Bunun bu kimi testin, yəni sualın düşəcəyinə ehtimal vermirəm. Sadəcə filosof olduğunu bilin yetər. Məhsəti Gəncəvi görkəmli şair idi, rübayələr müəllifi idi. Əfsəladdin Xaqani, o da şair idi, ilk poema müəllifi idi Azərbaycan ədəbiyyatında. Məsud Davudoğlu memar idi, Qız qalası, məşhur bizim Qız qalasını Məsud Davudoğlu inşa edib, yəni memarı odur. Mühəndislər şeyxi adlandırılan memar Əcəmi Əbubəkiroğlu Naxçıvan Memarlıq Məktəbinin banisi idi, görkəmli memar idi. Nizami Gəncəvi də bilirsiniz ki, xəmsəsi ilə məşhur olan görkəmli Azərbaycanlı şair idi. Yəni bizim burada əslində yoldaşlar çətin bir şey yoxdur. Bu memarlar kimdir? Bu memarlar memar Məsud Davudoğludur, bir də Əcəmi Əbubəkiroğludur. Qalanları şairdir. Nizami Gəncəvidə bilirsiniz ki, şairdir. Əfsəladdin Xaqanidə bilirsiniz, şairdir. Məhsəti Gəncəvidə bilirsiniz, şairdir. Qətran Təbrizidə bilirsiniz, şairdir. Ömər Gəncəyidə bu da şairdir. Yəni burada nə qaldı ki? Burada qalır Eynəli Qüzzət Miyanəçi filosof, Fazil Fəriddin Şirvani uzaqlara baxır, astronom, Xətib Təbrizi də xətib dərs deyib. Məkkəli Bərdəyi də görkəmli alim idi. Bunu belə yazıblar. Bu heç suala necə düşəcək ki? Belə düşəcək. Məkkəli Bərdəyiyə aiddir, görkəmli alim idi. Yəni düşməyəcək. Bunu, yəni düşmə ehtimalı da çox azdır. Yəni mövzunu sadələşdirmək lazımdır dəyərli yoldaşlar. Bu ola bilər biraz çətin olsun. 12-ci əsrdə inşa olunmuş müdafiə tikililəri, 11-12-ci əsrlərdə məscid və məqbərələr, 12-ci əsrdə Naxçıvan memarlığı. Cədvəl şəklində vermişik. Qız qalasıdır Bakıda, Mərdəkandır Bakıda, Buğurda Ağsuçay sahilində, Gülüstan qalasıdır Şamaxıda, Sınıqqala Bakıda, Cümə məscidi Ərdəbildə, Cümə məscidi Naxçıvanda da var, Göy Günbəz Marağada, bir də Əlincəçay Culfada. Yusif İbn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Qoşa minarə, Cümə məscidi, Darülmülk Eldənizlər sarayı. Bunların hamısı memar Əcəmi tərəfindən inşa edilmiş və Naxçıvan Memarlıq Məktəbinin nümunələridir. Mədəniyyət mövzusu sadədir. Sadəcə olaraq siz zəif cəhətlərinizi, zəif tərəflərinizi inkişaf etdirməyə baxın. Həvəssiz olduğunuz mövzuya mən həvəssizəm, bundan xoşum gəlmir, öyrənmirəm deməyin. Bu qeyri-peşəkar yanaşmadır. Peşəkar yanaşmaq lazımdır dərsə, professional şəkildə. Ümid edirik ki, bu video sizin üçün faydalı oldu, yoldaşlar. İndi isə vəsaitimizdən dərsimizi bir daha oxuyaq. Hər birinizə uğurlar və zehin açıqlığı arzu edirəm. Sağ olun, görüşənədək.